Əli İnsanovun adını çəkdi. Görək Əli İnsanov Ramiz Mehdiyevlə bağlı niyə o fikirdədir ki, Ramiz Mehdiyev əgər həbsə düşsə, o ölə bilər. Niyə? Hansı səbəbə görə? İradəsi zəif adamdır. Əli İnsanov bu yaxınlarda TV Müsavata açıqlama veribdi dostlar. Ramiz Mehdiyevin gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdə olub. Baxın dostlar, Əli İnsanov deyir ki, Ramiz Mehdiyevin gücü harda olub? Tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdə olub. Baxın, mən sizə sual verirəm dostlar, haşiyə çıxıram mövzudan. Ramiz Mehdiyev o gücü verən kim olub? Ramiz Mehdiyev o hüdudsuz səlahiyyətləri verən kim olub? Hamıya maraqlıdır da, deyil mi? Mən verməmişəm. Yəni, and içməyə ehtiyac yox. Davam edirəm dostlar. Mən onun işsiz vaxtlarını yaxşı xatırlayıram. Əli İnsanov deyir. O zaman əlaqələrimiz var idi. O olduqca küncə sıxışdırılmış, tamamilə cəmiyyətdən təcrid olmuş, heç kimə lazım olmayan xalq hərəkatının güclü dövrlərində heç bir əhəmiyyətli olmayan adam idi. Hansı dövrdən danışır, mən onu deyə bilmərəm. Görək, daha sonra bu arada nə deyir? Demək, Haqq və Ədalət Partiyasının sədri, Sabiq Səhiyyə Naziri Əli İnsanov TV Müsavatın efirində, daha doğrusu Müsavata müsahibəsində Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib. Əli İnsanov deyir, həbsxanaya düşsə tezliklə ölə bilər, dözməz o şəraitə, iradəsi zəif adamdır. Onun burnunu tutsan canı çıxar, dözməz orada, ölər, işlər də yarımsılıq qalar. Ona görə həbsxanaya yerləşdirməzlər ki, orada bir həftəyə ölər. Onda kimdən soruşacaqlar, niyə belə etmişsən deyə Əli İnsanov bildirib. Deyir, həbsxanaya düşsə tezliklə ölə bilər. Niyə? Azərbaycanın həbsxanaları hər halda uzun müddət məhbus həyatı yaşayıb. Əli İnsanov hər halda bilir orada vəziyyət necədir dostlar. Ona görə deyir. İndi əziz dostlar, Əli İnsanovun açıqlamasından sonra sizə bir şəkil təqdim edəcək. Modern Az saytı paylaşıbdır. Fəzail Ağamalı Gəncə Universitetində dərs deyəndə Ramiz Mehdiyevin tapşırıqları, yəni onu deyəcəm. Hələ mövzu Ramiz Mehdiyev haqqında Əli İnsanov danışır, indi onu deyəcəm. Demək dostlar, həbsxanaya düşsə tezliklə ölə bilər, dözməz o şəraitə, iradəsi zəif adamdır, Əli İnsanov deyir və Ramiz Mehdiyev haqqında bu ifadələri səsləndirir. Deyir, həbsxanaya düşsə tezliklə ölə bilər, dözməz o şəraitə, iradəsi çox zəif adamdır və işlər də o öləndən sonra yarımsız qala bilər. Hansı işlər deyir, onu mən bilmirəm dostlar. 87 yaşlı, belə buna pis baxmaq lazım deyil. Məsələn, 87 yaşı var, birinin 87 yaşı var, deputat olmaq istəyir, biri kreslo uğrunda, biri dövlət başçısı olmaq uğrunda. Bunun heç pis şey yoxdur burada. Bu bizləri ümidsizliyə yuvarlamışıq, imkansızlıq, kasıbçılıq, pul yox, para yox.
günü-günə calamaq. Bunların hər şeyi var. Hər şey var. Ömürlərini uzatmaqdan da ötürü xaricdən elə dərmanlar gətirirlər. Nə bilim, qramın alırlar 2000-ə, 3000-ə, 5000-ə, onu atırlar, ömür uzadırlar, qanlarını dəyişirlər. Pulları var, milyardları var. Burada qəbahat bir şey yoxdur. Dərman demişkən dostlar, Əli İnsanov çoxlarından eşitmişəm ki, Əli İnsanov da yaxşı savadlı həkim olub. Onun resepti ilə bu gündə faydalanan, qidalanan bəzi şəxslər var ki, 80 yaşdan yuxarıdır. Ki, çoxlarından eşitmişəm ki, bunu mənə Əli İnsanov deyibdir, at. Nə bilim, biri mütəş yeyir, biri nə bilim, hansı dərman atır. Əli İnsanov deyilənə görə savadlı həkim olub. Amma Əli İnsanovun da iddiaları böyükdür. Çox iddialı adam. Davam edirəm dostlar. Əli İnsanov deyir, Mehdiyev ömür boyu idarə olunub, o heç kimi idarə etməyib. O cür adamlar isə heç vaxt yetişmir, sadəcə meydana gəlir. Görürsünüz dostlar, ifadəyə bax. Mehdiyev kimi adamlar heç cür yetişmir, sadəcə meydana gəlir. Bəs necə oldu ki, Ramiz Mehdiyev yenidən hakimiyyətə gəldi? O zaman Rusiya təkid və təklif etdi ki, Mehdiyev yenidən hakimiyyətə gəlsin. Müdrik Heydər Əliyev isə bir balaca Ramiz Mehdiyevə görə Rusiya ilə mübahisəyə girişməzdi. Sonra bir müddət yaddan çıxdı, amma hər birimizə ayrı-ayrılıqda məlumatlar gəlirdi ki, bu adam Rusiyanın dediklərini olduğu kimi yerinə yetirir, Azərbaycanın görkəmli siyasətçilərini, insanlarını Rusiya pərəst etmək üçün iş aparır. Buna da müəyyən qədər nail oldu, deyə keçmiş Səhiyyə Naziri Əli İnsanov bildirir. Açıq və net deyir ki, bizim məlumatımız vardı, ayrı-ayrılıqda bizə məlumatlar gəlirdi ki, bu adam Rusiyanın adamıdır, Rusiyanın tapşırıqlarını yetirirdi. Rusiyanın burada tapşırıqları nə olub, hansı səviyyədə olub, onu da ki, dostlar, hər adam bilə bilməz. İndi bu tapşırıqları hardan alınmışlar ki, daha mən. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar hərəniz bir dəfə bəyənmə işarəsi verin. Çox xahiş edirəm, kanala abunə olmayanlar da abunə olsun. Və belə səhiyyədən danışmışkən dostlar, Ramiz Mehdiyevlə bağlı bir xəbər yayılıb ki, görəsən durumu, sağlıq durumu necədir? Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin səhhətində problemlər yaranması barədə məlumatlar yayılıb. Oxu24.com saytı yayılan informasiyalara bağlı dəqiq məlumat əldə etdiyini yazıb. Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə Boz kardinalın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi, yaddaşının gedib gəldiyi iddia olunur. Hətta ailə, yaxın həkimlər də bu haqda məsləhətləşmələr aparıb. Onun Alzheimer xəstəliyindən əziyyət çəkdiyi iddia olunur. Mənbə qeyd edir ki, onda bu xəstəliyin olması hələlik rəsmi təsdiqini tapmayıb. Qanunvericiliyə görə bunun üçün məhkəmənin qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilməlidir. Ehtimal olunur ki, Ramiz Mehdiyev bu xəstəlikdən istifadə edərək məsuliyyətdən yayınmaq istəyir. Alzheimer xəstəliyi, demək, demensiyaya səbəb olan xəstəliklər arasında ən çox görülən xəstəlikdir. Dostlar, o biraz bu termin ola bilsin ki, düz ifadə edə bilmirəm. Bir də deyirəm ki, Alzheimer xəstəliyi səbəbi hələ tam olaraq başa düşülməmiş bir şəkildə beyin hüceyrələrinin daha tez ölməsindən qaynaqlanır. Beyin hüceyrələrinin ölümü yaşla hər insanda olur.
Lakin bu proses Alzheimer xəstəliyində çox sürətli və erkən olur. Hüceyrə ölümü ilə beyin yavaş-yavaş yığılmağa başlayır və kiçilir. Və bu xəstəlik yoluxucu xəstəlik deyil. Çox nadir olsa da təxminən 100 xəstədən 5-i bu xəstəliyin irsi formaları da mövcuddur. Və onu da deyim ki, əziz dostlar, dünən Naxçıvandan bizim bir tamaşaçımız zəng vurub, Ramiz Mehdiyevlə bağlı fikirlərini səsləndirdi. Dedi ki, bəs Naxçıvanı da bu günə qoyan Ramiz Mehdiyev olubdur. Düzdür, deyir ki, Ramiz Mehdiyev Vasif Talıbova geniş səlahiyyət vermişdi, Vasif Talıbovla əlaqələndirdi və bu günləri insanların dolanışığının Naxçıvan cəmaatında maddi vəziyyətin çox pis olmasında Ramiz Mehdiyevi günahlandırdı. Bilmirəm, Vasif Talıbov olayından sonra, hakimiyyətdən gedəndən sonra Fuad Nəcəfli təyin oldu ora prezidentin nümayəndəsi, amma durum Naxçıvanların dediyinə görə yaxşı deyil. Yəni, maddi durumdan söhbət gedir, işsizlik və 3-5 manata muzla işləyən insanlar növbəyə durub həmin şəxsin dediyinə görə belə ifadə işlədilər. Baxın, əziz dostlar, amma Naxçıvan kimi bir yer bugün, yəni Naxçıvan özün təmin edib Azərbaycanın digər rayonlarına pul göndərə bilərdi o büdcədən. Bilirsiniz necə? 3 dövlətlə sərhəddir. İranla sərhəddir, Türkiyə ilə sərhəddir, Ermənistanla sərhəddir. Azad iqtisadi zona etmək olar Naxçıvanı. Davam edirəm. Əziz dostlar, dəyərli tamaşaçılar.